Bayram gününün gözəl əməlləri var. Gözəl əməllərindən biri budur ki, insan sədəqə verə. Fitrə zəkatı haqqındakı çox danışmışıq. Fitrə zəkatı vacibdir, inşallah ki, ayırıbsınız. Gözəl əməllər budur ki, insan sədəqə verə, ehtiyaclı insanlara kömək edə, qohum-əqraba ilə sili rəhm eləyə, yaxşı gözəl paltarların giyə, gözəl ətirlər vura, böyük insanların, ruhanilərin, böyük şəxsiyyətləri öz böyüklərinin görüşünə gedəm və onlardan da biri budur ki, yetimlərə baş çəkə. Yetimlərin bizim boynumuzda haqqı var. Allah Rəsulü, bax, bugün bayram günündə çıxdı evindən ki, getsin məscidə bayram namazı qılmağa. Gördü ki, küçədə uşaqlar oynayırlar. Bayramın günüdür. Uşaqlar qəşəng oynayırlar, gülürlər, hamı təzə paltar geyinibdir. Gülürlər, qaçırlar, oynayırlar, amma bir uşaq dayanıbdır kənarda, köhnə paltarda və ağlayır. Həzrət gəldi onun yanına, aləmlərə rəhmət olan Peyğəmbər. Baxa, çıxıb getsin namaz qılmağa, bugünün namazı, bayram namazı. Gəldi o uşağın yanına. Həzrət buyurdu, "Mə ləkə təbki." Nə olub? Nə üçün ağlayırsan? "Və la təl'abu ma'as-sibyan." Uşaqlarla oynamırsan. Nə üçün ağlayırsan? Hamı oynayır, gülür. Sən ağlayırsan və oynamırsan. Uşaq Peyğəmbəri tanımırdı. O dövr kimi dövrdü ki, hamı Peyğəmbəri görsün, tanısın. Ərz elədi ki, ey kişi, mənlə nə işin var? Yəni bu mənada ki, mənim dərdim çox böyükdür. Nə işin var məndən? Atam döyüşlərin birində şəhid oldu. Anam başqa bir kişiyə ərə getdi, başqa bir kişi ilə ailə həyatı qurdu. Mənim malımı yedilər, atamdan qalan malımı yedilər. Məni evdən çıxartdılar. Nə yeməyim var, nə paltarım var, nə evim var, nə də ki, bir yerə gedəsi yerim var, kiməsə sığınmağa bir adamım var, heç kəsim yoxdur. Bayramın günündə gördüm bu uşaqların ataları var, anaları var, evləri var, qəşəng gözəl paltarlar geyiniblər, qəşəng oynayırlar. Mənim nə evim, eşiyim, heç bir şeyim yoxdur, öz günümü ağlayıram. Kövrəldim, ağladım. Allah Rəsulü onun əlindən tutdu. Ya Rasulallah, tut bizim əlimizdən. Sən ümmətin atasısan. Allah Rəsulü onun əlindən tutdu, belə buyurdu. Əmə tərda ən əkunə ləkə əba. İstəmirsən ki, mən sənin atın olam? Və Fatimətu uxtən, Fatimə sənin bacın olsun. Və Əliyyun əmmə, Əli sənə əmi olsun. Vəl-Həsənu vəl-Hüseynu əxəvəyn, Həsən və Hüseyn sənin qardaşların olsun. Belə istəməzsən, uşaq artıq Peyğəmbəri tanıdı. Kim bunu istəməz? Ya Rasulallah. Kim bunu istəməz? Hamı buna həsrət çəkir. Uşaq ərz elədi ki, necə istəməyim ya Rasulallah. Peyğəmbər, baxın, diqqət eləyin məsələyə. Çıxmışdı, məsələn, filan saatda namaz qılsın. Bizdə saat 8-də namaz. Peyğəmbər amma gedmir. Uşağın əlindən götürür, gətirir evə. Uşağın əlindən tutur, gətirir evə. Ona təzə təmiz paltar geyindirir. Yemək verir ona. Uşaq o qədər sevinir. Peyğəmbər ki, uşağa təmiz, gözəl paltar geyindirir, yemək verir, onu sevindirir. Uşaq evdən, Peyğəmbər ki, onu geyindir, evdən çıxır gülə-gülə. Ya Rasulallah, bizi də bu bayram günü güldür, bizi də bu bayram günü sevindir. Bizim sevincimiz Həzrətin zuhurudur. Bu bayram günü Allah Peyğəmbər, Peyğəmbər ehtiramına bizləri də sevindir.
Uşaqlar gördülər ki, bu indi ağlayan uşaq idi, durmuşdu köhnə paltarda. Ağlayırdı, oynamırdı. İndi gülə-gülə gəlib oynayır. Dedilər ki, nə oldu ki, sən bu cür sevincək oldun? Bayaqdan dururdun, oynamırdın, paltarın köhnə indi, gözəl paltar geyibsən, sevincəksən. Uşaq dedi, mən ac idim, Peyğəmbər məni doyuzdurdu, indi doymuşam. Paltarım yox idi, köhnə paltarlarda idim, Peyğəmbər mənə gözəl paltar geyindirdi. Ən mühümü budur. Deyir, yətim idim. Diqqət edin. Yətim idim, atasız, anasız idim, heç kəsim yox idi mənim. Həqiqətin heç kəsi yox. Ata yox, anası bu cür. Qardaş, bacı, heç kəsim yox idi. Yətim idim, atam, anam yox idi. İndi Peyğəmbər kimi mənim atam var. Fatimə Zəhra salamullah aleyha kimi mənim bir bacım var. Əli əleyhissalam kimi mənim əmim var. Həsəneyn əleyhissalam kimi İmam Həsən və İmam Hüseyn əleyhissalam kimi mənim qardaşlarım var. Mən necə gülməyim indi? Bayramın günündə bu xatirəni özümə və sizlərə xatırladıram. Nə üçün? Düzdür, müsəlmanlar bayram eləyirlər. Bayram eləyirik, hərə öz ailəsinin uşağına nəvazişin göstərir. Amma vəziyyət çox çətindir dünyada. Biz müsəlmanıq, Peyğəmbər buyurur, bir müsəlman dünyanın o başında zülmə məruz qalar. Dünyanın digər tərəfində bir müsəlman deyə mənim nəyimə lazım? Laqeyd olan müsəlman deyir. Biz bir insan kimi, bir müsəlman kimi, bir Əli şiəsi kimi yetimlərə qarşı laqeyd ola bilmərik. Dünyada baş verən zülümlərə qarşı, məxsusən ki, yaşadığımız bu günlərdə ki, Fələstində, Qəzzədə minlərlə körpələr öldürülür, soyqırım olunur. Minlərlə uşaq yetim qalır. Bax, bugün ki, biz bu cür gözəl bayram keçirdirik. Onlar belə bayram keçirdə bilmirlər. Mübarək Ramazan ayında da belə onlar zülümlərə, təzyiqlərə məruz qaldılar. Bu zalim qüvvələr dünyanın hər yerində də olsa zülümlərindən əl çəkmirlər. Bu bayram günündə bizə vəzifədir xatırlayaq bu məsələləri. Bu bayram günündə bizim dəyərli ruhanilərimiz, mömin qardaşlarımız həbslərə məhkumdular. Onların ailələrini unutmuruq, onların özünü unutmuruq, onlara bayram təbrikləri göndəririk buradan və onların balalarına təbrik ərz edirəm, ailələrinə təbrik deyirəm. Və buradan da zalimlərə səslənirik. Allah vədə veribdi. Bu bayram günündə o vədəni biz xatırladırıq onlara ki, zalimlər məğlub olmalıdırlar. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, La ilahe illallah. Allah bunu bizlərə vədə verib ki, zalimlər məğlub və zəlil xar olacaqlar. Batil məhv olacaq. Haqq qalib gələcək. Bunda bizim şübhəmiz yoxdur. Və xutbəni bir məsələ ilə bitirirəm, bundan ibarətdir ki, bunlar ki deyirlər, din siyasətdən ayrıdır. Bu cəmaatla nə işiniz var? Millət orucu haçan başlayır, haçan qurtarır. Ramazan ayı haçan başladı, haçan qurtardı. Və siz ki danışırsınız, deyirsiniz ki, din siyasətdən ayrıdır və Ramazan ayı üçün millətin bu Ramazan ayında da ibadətlərinə siz müdaxilə edirsiniz. İnsanlar, möminlər gərək ayıq ola bilərlər ki, bunlar yalan deyirlər. Şəriətin qanunu var. Hilal görsənir, növbəti ay başlayır. Ramazan ayının hilalı görsənmədən millətə Ramazan ayının gəlişini elan edib oruç tuttururlar.
Şəvval ayının hilali görsənmədən dünənki günü bayram elan edib millətin orucunu açdırırlar. Millət gərək özü ayıq ola ki, mən orucumu, ibadətimi sənin istəyinlə etmirəm. Bunda gərək etirazlarını bildirərlər. Özlərindən qanun çıxardıblar. O dırnaq arası ruhani demək saray mollaları, belə deyək. Bəli, 2 gün bayramdır. Harda yazılıb bayram 2 gündür? Sən özün üçün deyir, məsələn, filan dəstəyə hər gün bayramdır, day demirəm kimdir. Filan dəstəyə hər gün bayramdır. Sən özü onlardan hesab edirsən ki, hər gün sənə bayramdır. Amma sən əvvəl de görək kimsən, əgər dini nöqteyi nəzərdən, bir dinşünas kimi, bir ilahiyyatçı kimi danışırsansa, bu sözün düzgündür. 2 gün bayramdır. Bayram günü bir gündür, o da bu gündür. Şəvval ayının biri. Sənə kim ixtiyar verdi bayramı 2 gün keçir desən? Sən edə bilərsən ki, bəli, deyəsiniz ki, məsələn, Fitr bayram münasibəti ilə 3 gün tətildir. 5 gün tətildir. Tətil edə bilərsən. Amma dini nöqteyi nəzərdən deyəsən ki, bayram 2 gündür, bayram 3 gündür, bayram 5 gündür, buna sənə ixtiyar verilmir. Bayram 1 gündür. Yenə deyirəm, dövlət səviyyəsində tətil ola bilər bayram münasibəti ilə 3 gün, 2 gün. Bu başqa məsələdir. Amma sən denən ki, mən qulam, mənə deyiblər ki, çıx, bu sözləri cəmaata çatdır. Bayram falan gündür. Həqiqətən böyük bir qəbahətdir. Böyük bir məsələdir bu məsələ. Ki, insanlara bayram olmuyor, bayram deyirlər. Ya Ramazan ayı olmuyor, Ramazan ayı kimi oruç tuttururlar. Özə belə deyirlər. Bütün yerdə, dünyada bayramdır. Harda bayram olubdur? Müəyyən dəstə bayram edib, bəli. Hətta Dağıstan Respublikasının müftisi belə bayram elan etmədi. Baxmayaraq sünni məzhəbdilər. Hətta dünyanın müsəlman olmayan mütəxəssisləri belə cihazlarla, aparaturalarla, internet vasitəsilə bütün dünyaya çatdırdılar ki, onların dediyi gün üçün, axşam üçün ay dünyada heç yerdə görsənməyibdir. Və görsənə də bilməz. Məxsusən bu il. Diqqət edin. Bəzən olur, üfüqlər fərq eləyir, müəyyən yerdə ay görsənə bilər, müəyyən yerdə görsənə bilməz. Bu il Allah həmd olsun, o qədər şəffaf oldu ayın görsənməsi. O qədər gözəl şəkildə insanlar adi gözlə ay gördülər. Belə olan halda da belə, bunlar yenə o çirkin istəklərindən, hədəflərindən əl çəkmirlər. Allahın verirəm öz izzət kərəminə bayramı bizlərə mübarək eyləsin. Zalimlərin məhv-i nabud eyləsin.